istəyirli tamaşaçılar, xoş gördük sizi. Mədəniyyət elə bir sahədir ki, o hər zaman müzakirə olunur. İstər mədəniyyət xadimləri arasında, istərsə də cəmiyyətimizdə. Mədəniyyət sahəsində baş verən istənilən bir proses, istənilən bir məsələ hər zaman müzakirə mövzusu olur. Cəmiyyət də, sosial şəbəkələr də, elə sənət adamlarının özləri də, bu işlə məşğul olanlar da onu daim müzakirə eləyir, çözməyə çalışır. Müsahibimiz tanınmış jurnalist, sənətşünas Seymur Elsəvərlə məhz həm mədəniyyət mövzusunda, həm də onun mədəniyyət sahəsində keçdiyi yoldan danışacağıq. Seymur bəy, xoş gəlmişsiniz. Doğrudan mədəniyyət belə bir məsələdir ki, bu hər zaman doğrudan da hər bir insanı, cəmiyyəti maraqlandırır. Bax, mədəniyyəti bizi maraqlayan nədir? Niyə biz mədəniyyətlə maraqlandırıq? Mədəniyyət aləmində baş verən istənilən ən xırda bir detal, ən xırda bir nüans belə cəmiyyəti reaksiyasına səbəb olur. Səbəb nədir? Əvvəla təşəkkür edirəm dəvətinizə görə. Tamaşaçılar da salamlayıram, minnətdaram. Çox haqlı qeyd elədiniz. Doğrudan da bu göz önündə olan bir sahədir deyə. Yəni əslində digər sahələrində təbii ki, həyatımızda öz əhəmiyyəti var, amma bizim sahə o birilərlə müqayisədə göz önündədir deyin, daim müzakirəyə, daim mübahisəli fikirlərə səbəb olur. Bəzən bizim sahənin adamlarını elə bu xüsusda bir məqam incidir ki, bəyəm bu eybəcərliklər, çatışmazlıqlar, biabırçılıqlar digər sahələrdə yoxdur, digər peşə sahiblərinin arasında yoxdurmu? Təbii ki, var. Sadəcə biz təkrar deməyə məcburam, göz önündəyik. Aktyordur, müğənnidir, xüsusən səhnə ilə, ekranla bağlı adamlar. Yəni, onlarla müqayisədə rəssamlar, heykəltaraşlar, biraz elə bir tənqidçilər nisbətən arxadadırlar da. Və mən həmişə, indi bu son vaxtlar yeri gəlmişkən, bu məsələni də xüsusi deyirəm ki, səhnə ekran adamları ilə müqayisədə rəssamlar, heykəltaraşlar daha sadə, daha səmimi, daha açıqdılar. Niyə? Ona görə ki, bunlarda fərdiyyətlə bağlıdır peşə, məşğuliyyət növü. Yalnız elə bir kətandır, rəssamdır, öz hünərini orada göstərməlidir. Amma bu birisində kollektiv işdir daha çox. İstəyir musiqi kollektivinin tutaq ki, çıxışı olsun, istəyir tamaşa hazırlayanda, yaxud ekran əsərində. Və bu, insanın fitrətindən gələn bir şeydir də, bu qısqanclığa filana səbəb olur. O ki, qaldı, siz deyirsiniz, daim müzakirə mövzusudur. Yəni, tarix boyu belə olub. İndi biz lap uzaq qədim tarixə baş vurmayaq. Sovet dövründən bizim mədəniyyətin, teatrın təşkilatlanma prosesi əsasən Sovet dövründən başlayıb da. Ona qədər təbii ki, Azərbaycanda yazılı ədəbiyyat olub, şifahi ədəbiyyat olub və s. Teatr truppaları da olub. Bəli, amma 19-cu əsrdən bildiyiniz kimi peşəkar teatr yaranıb. Ondan sonra da müəyyən o, indiki dillə desək, onlar bir cəhdlər idi də, dövlət teatrı deyildi, amma cəmiyyətlər idi. Bəli, həvəskar artıq, bəli, truppalar var idi. Amma sırf təşkilatlanma məsələsi mədəniyyətin bütövlükdə inzibati, təşkilatı keçdiyi yol Sovet dövrü ilə bağlıdır. Və bu da elə həmişə, necə deyərlər, göz önündə olduğundan cəmiyyətin, burada bir məsələ var ki, yəqin cəmiyyətin gözləntiləri də çoxdur. Bizim sahədə, bizim adamlardan. Çəkmək istəyirəm. Məsələn, kino sahəsi bugün biraz cəmiyyətdə arxa planda qalıb. Bəlkə də kino adamlar o qədər müzakirə olunmur. Müəyyən, belə deyək, istisnaları çıxmaq şərti ilə bu son çəkilən filmlər var ki, bəzilərində müəyyən səhnələr daha çox müzakirə olunur. Amma həmişə teatrda baş verənlər, teatrın daxilində baş verən qalmaqallar daha çox müzakirə olunur. Məsələn, götürək bu yaxınlarda Akademik Milli Dram Teatrda böyük bir qalmaqal yaşandı. Bilirsiniz ki, teatrın bir neçə tanınmış simasıyla bədii rəhbər arasında böyük qalmaqallar yaşandı. Amma bunun da bir nəticəsi olmadı. Nazir gəldi, belə deyək, teatra və sonra da heç bir söhbət olmadı. Nə qərar verildi, nə oldu, deyilmədi. Əvvəla... Bu da əlavə suallar yaratdı ki, niyə bir qərar verilmədi, niyə açıqlanmadı? Əvvəla elə ondan başlayaq ki, Mədəniyyət Naziri Adil Kərimlinin ayrı-ayrı mədəniyyət kollektivləri ilə görüşü ötən ilin, demək olar, payızından başlayaraq bir artıq sistemli xarakter alıb.
demək olar bütün teatrın, Bakıda yerləşən mərkəzi teatrların hamısının artıq kollektivlərindən görüşüb, sənət təhsili verən ali məktəblərin kollektivləri ilə siz də yəqin ki, bu prosesi izləyirsiniz, görüşüb Mədəniyyət və İncəsənət Universitetində, Milli Konservatoriyada görüşləri olub, eyni zamanda musiqili teatrda, elə sonuncu Akademik Milli Dram Teatrında, ondan əvvəl Gənc Tamaşaçılar Teatrında, Yuğ Teatrında və s. Rus Dram Teatrının kollektivi ilə, yadıma düşdükcə bir deyirəm. Bilirsiniz, siz yeganə adam deyilsiniz, bu sualı verirsiniz və mənim özümə şəxsən neçə nəfər bu sualı verir ki, bu görüşlər, bu müzakirələr nə ilə nəticələnir, nə məsələni ortaya qoyur, hansı məsələlər həllini tapır. Çünki iki aydan da hətta gərək ki, çoxdur, Akademik Milli Dram Teatrı ətrafında bu söz-söhbət səngimək bilmir, hətta arada lap bərk, bir deyək, sanki pik nöqtəsinə çatmışdı. Qarşılıqla məhkəmə ilə ittihamlar, məhkəmə ilə. Doğrudur, bizim teatr aləmi elədir ki, burada tarix boyu həmişə, mən o sözü demək istəməzdim, amma deməyə bir yandan da məcburam, bu intriqa yuvasıdır sanki teatr, çox təəssüf ki. Yəni o teatr uzun illər Adil İskəndərov 25 ilə yaxın müddətdə rəhbərlik eləyib, teatrın bədii rəhbəri, direktor olub. Onun dövründə də olub. Demirəm, qırğın olub, bir-birini qırıb çatıblar, amma duraq deyək ki, ham bir-birini həzm eləyirdi, ham bir-biri ilə rahat yola gedirdi, yox. O dövrdə də aktyorların arasında müəyyən söz-söhbəti olub. Niyə məhz bu teatrda? Bilirsiniz, bu qeyri-rəsmi indi bölgü ilə belə sıralama yoxdur, nömrələnməyiblər, amma birinci teatr sayılır da. Təbii ki, bu akademik teatrdır, ilk akademik statusu almış özdə. Və burada çalışanların da elə bir sanki bir akademik iddiaları var. Ümumiyyətlə, sənət adamlarının hamısının canında, qanında o ambisiya var. Sözün həm yaxşı, həm də pis mənasında. Eləsi var ki, yəni əslində onun istedadı ilə, imkanı ilə o iddiası uzlaşmır. Sadəcə, həmişə ən istedadsız adama da elə gəlir ki, o daha böyük işlər görə bilər, amma ona o meydan verilmir, yaxud ayağından çəkirlər, yaxud belə deyək də qeyri-sağlam mühitdir, o şəraiti yaratmırlar, heç belə deyək, incitməsələr də əsər qoymurlar məsəl üçün. Və bu da onların, elə bil dolurlar da, bunlar o bulud dolub boşalan kimi, bunlar da yığılır içində, bir gün sanki haradasa bir yerdə partlayır. Doğrudan mı yaradıcılıq azadlıqları vermir bəzi baş rejissorlar, bəzi teatr rəhbərləri? Əsas iddialardan biri odur ki, bəzən yaradıcılıq azadlığı olunmur. Məsələn, aktyorlar istədikləri rollarını təmin olunmur və yaxud da filan kəs, mən burada dura-dura başqa teatrdan bura rol üçün aktyor dəvət elədilər, aktrisa dəvət elədilər. Doğrudan mı bu belədir? Yoxsa sadəcə bu aktyorların mı iddiasıdır? Hərənin özünə görə o söz var, argumenti var. O argumentlərin bəzisi haqlıdır, bəzisi qismən haqlıdır, bəzisinə tam, necə deyim, əsaslı olub-olmama hətta mübahisə doğurur. Yəni, mən bir dəfə də bu mövzuda danışdım bu yaxınlarda, dedim ki, elə bir rəhbər tapıb qoymaq mümkün deyil ki, təyin eləmək mümkün deyil ki, teatra. O, bütün kollektivi razı salsın. Yəni, mən Mehriban Ələkbərzadənin müdafiəsinə qalxmamışam. Bizim söhbətimiz də ondan ibarət deyil. Ümumi teatrdan sadəcə teatrda problemlər qabarıq olduğu üçün. Yəni, Mehriban Ələkbərzadə olmasın, sabah tutaq ki, Seymur Elsəvər olsun, nə bilim, Həsən Qulu olsun, qeyri bir adam olsun. İnandırım sizi ki, yenə mütləq bir nəfər, iki nəfər tapılacaq ki, və o adam, əstəğfurullah, bir imam evladı da olsa, hamı ilə dil tapmağa da çalışsa, hamının bütün istəklərini nəzərə almağa da çalışsa, yenə bir-iki nəfər tapılacaq ki, onu qane eləməsin. Yeri gəlmişkən, hətta Türkiyədən də bir səslənmə oldu. Məlahət Abbasova dedi ki, belə bizim mediada yazdı ki, Məlahət Abbasova ilə tutam Cahangir Novruzov Azərbaycana gəlsə, bunlar burada teatrda çalışsalar, teatrımız daha yüksək şəkildə tərəqqi eləyə bilər. Axı teatrımız bir nəfərin teatrı deyil, ya da teatr aktyorun teatrı deyil. Mən o məsələyə münasibət bildirmişdim elə bir ay əvvəl, haqlısınız. Cahangir Novruzova mənim özünə də, sənətinə də hörmətim var. İstedadlı bir nəslin nümayəndəsidir, yəni babasından üzü bəri. Bu nəsil Azərbaycanda sənət ailəsi kimi tanınır. Babası, bilirsiniz, rəhmətli anası, atası da musiqiçi idi, Allah rəhmət eləsin. Bütəllim Novruzov, o da sənət adamı idi. Yəni, bu ailənin bir ənənəsi vardı. Amma Cahangir Novruzov nə boyda bir potensiala da malik olsa, bu axı kollektiv sənətdir. Bizdə teatr canlı, sintetik, sinkretik sənətdir. Burada mümkün deyil ki, bir adam
bütün kollektivi elə əgər bu durğunluq içindədirsə, ətalət içindədirsə oradan çıxarsın. Yaxud da bir adam da gətirsin, gəlsin üzr istəyirəm, bu tam yetkin bir kollektivdir, onu batırsın. Əgər orada da tam belə hər bir şey qaydasındadırsa, bir adam da onu ayağından çəkib batıra bilməz. Ona görə o məsələ yetərincə mübahisəli məsələdir. Bu doğrudur, yaxşı haldır ki, Cahangir Novruzova o dəyəri verirlər, o cür qiymətləndirirlər, onun burada olmağını arzuluyurlar. Amma nəzərə alaq ki, Cahangir Novruzov 30 ilə yaxında artıq orada yaşayır. Necə deyirlər, kök salıb, özünə də müəyyən şəraiti, yaşamaq üçün mühiti, hər şeyi təmin eləyib. Ömrünün təsəvvür edin ki, bu adam o ağlı kəsən potensialda çalışdığı dövrün böyük hissəsini Türkiyədə çalışıb. İndi o adam heç bura gəlmək istəmir, hələ onu da soruşan yoxdur. Ona görə fikir verdinizsə, Cahangir Novruzov tərəfdən buna xüsusi bir şey də verilmədi, reaksiya da verilmədi. Bir dənə onu demişdi ki, mənə heç kim heç nə deməyib, axı, bir şərtlər danışılmalıdır, müzakirə olunmalıdır. Yəni, bu özü də hələ çəkingən şəkildə elə bil onu anlatdı ki, mən bilməliyəm nəyə gəlirəm, hara gəlirəm, necə gəlirəm. Çünki o oturub orada, rahat işində, gücündə, hörməti var, şəraiti, ona tələbat var. Bura gəlib nə ilə məşğul olacaq, harada məşğul olacaq? Semih bəy, siz mədəniyyət sferasında uzun illərdir çalışmışsınız. Hətta səhv eləmirəmsə, Qax Dövlət Kukla Teatrından da rəhbəri olmusunuz. Ümumiyyətlə, mən teatr təhsili haqqında bir sizə sual vermək istəyirəm. Bax, teatr təhsilinin səviyyəsi necədir? Nəyə görə deyirəm? Bu sualı mən təsadüfən vermədim. Çünki bilirsiniz ki, teatrlarımızın çoxunda gənclər üçün yaradıcılıq studiyaları açılıb, teatr studiyaları açılıbdır. Məsələn, onda hətta bir neçə il bundan qabaq Gənc Tamaşaçılar Teatrından elə mənim özümə demişdilər ki, oradan gələn tələbələrin səviyyəsi o qədər yüksək olmadığı üçün biz özümüz bunları yetişdiririk. Ümumiyyətlə, bax, teatr səviyyəsi, ümumiyyətlə, təhsilinin səviyyəsi necədir? Qənaət bəxşdirmi, yaxşıdırmı, əladırmı? Vallahi, görünən budur ki, bu məsələyə də bir mənalı cavab vermək çətindir. Çünki mənim özümün də məzun olduğum Mədəniyyət və İncəsənət Universiteti artıq böyük bir tarixi yol keçib, ənənəyə malikdir. Mən də o universitetin teatrşünas ixtisası üzrə bitirmişəm və bizim dövrdə də mən daxil olanda 3 nəfər oxuyurduq bir qrupda. Yəni, bu özü də ondan xəbər verir ki, bizdə və dram rejissorunda. Yəni, xüsusi seçim var idi də, ən istedadlı, qabiliyyətli adamları seçirdilər. Amma indi mən bu yaxınlarda, mən gəncliyimdə də biraz dərs demişəm, baxmayaraq ki, kino üzrə, ixtisaslar üzrə. İndi bu teatrşünas dostlarımla, dərs deyənlərlə, elə dünənlər bu barədə söhbət oldu. Bir qrupda 18-19 nəfər var. Təsəvvür edin ki, 3 nəfərin işlə təmin olunmaq məsələsini o boyda universitet, hələ Sovet dövründən danışıram, təmin edə bilmirdi. Çünki bizdə dar ixtisasdır da, indi mən bilavasitə teatrşünaslığı hələ ki qeyd edirəm. Bu dar ixtisasdır. Teatrşünas, bilavasitə teatr üzrə yazan, danışan adamdır. Teatr tənqidçisi, nəzəriyyətçisi və tarixçisidir. Bütövlükdə indi biraz da geniş aspektə çıxsaq, belə meydana çıxsaq, incəsənətin hamısına şamil eləmək olar. Yalnız teatrına kifayətlənməyib. Çünki bütövlükdə bizim incəsənətlə bağlı biliklərimiz var. Yenə də bu dar ixtisasdır da. Adam özünü harda realizə eləməlidir, bu ixtisasa yiyələnmiş adam. Sovet dövründə bir 5-10 rəsmi qəzet var idi, bir dövlət televiziyası, radiosu var idi. Bir də ki, o bildiyiniz teatrlarda birbaşa uyğun ixtisas vəzifə ədəbi hissə müdürü idi teatrlarda. Bu teatrşünas 3 nəfəri təmin edə bilmirdilər. İndi 19 adam bitirirsə, özünüz fikirləşin, teatrın sayı artmır, iş yerləri artmır. Özəl qəzetlərin, və indi siz də bir özəl mətbuatda çalışırsınız. Burada bilavasitə peşəkar teatrşünasa yer varmı? Xeyr, ümumiyyətlə siyasi qəzetdə xeyr. Mədəniyyət sadəcə. Çünki bugün... Yəni, teatrşünas məntiqli, maraqlı yazsa, əlbəttə səhifələrimizdə onları veririk. Amma iş yeri... Yenə də o yığcam bir auditoriyanın diqqətini çəkəsi və marağına xidmət eləyəsi yazıdır da, elə deyilmi? Bəli, bəli. Fikir verirsinizsə, bizdə indi mədəniyyət yazarı anlayışı daha çox nə ilə məhdudlaşıb?
mağazin xəbərləri yazanlarla, show biznesdən yazanlarla. Elə deyilmi? Amma ciddi sənətdən yazan, Amma yeri çünki ona gəlmiş, tələbat biz yoxdur sanki. məsələn 19-18 siz teatrşünas ixtisasında oxuyan tələbədən danışırıq. Amma biz məsələn tamaşalara baxırıq, filmlər nümayiş olunur, gedirlər, baxırlar. Amma biz o tənqidi yazıları, o belə deyək də o analitik yazıları görmürük. Biz məsələn əvvəlki bir 10 il, 15 il bundan qabaqki yazıları görmürük. Məsələn sanki elə bil ki teatrşünas yazır, teatr rəhbəri nə deyir onu? Məsələn artıq heç nə yazmır. Bu nədən qaynaqlanır? O da nədən qaynaqlanır? Bu bir neçə dəfə bu barədə danışmışıq dostlarla, elə müzakirə aparırıq. Əvvəla onun üçün münbit meydan yoxdur, mühit yoxdur. Bu böyük əmək, zəhmət tələb edən bir işdir. Tənqidi yazı yazmaq, çıxış eləmək. Və üstəlik də onu çap eləmək istəyən yaxud verilişdirsə buna efir verəsi yerdə yoxdur. Bəlkə məhduddur. Məhduddur da, yoxdur deyəndə bir mənalı demirəm, yoxdur, məhduddur. Üstəlik də hamı hərə bir tərəfdən elə bil o yazan adamın, danışan adamın üstünə qalxır o top tüfəylə, necə deyirlər, qılınc qalxandan və nəticədə bu adam təhlənmiş olur. Sovet dövründə, mən niyə çox vaxt belə müqayisə ilə deyirəm, bəli, Sovet dövründə. Məsələn, bizim o gün də bir dəfə dedim, İlham Rəhimli o dövrdə çox məşhur idi, gənc vaxtından. İlham müəllimin yetişməyində də Kommunist qəzeti böyük rol oynayıb. 20 ilə yaxın institut qutarıb tələbnamə ilə gəlib ora. Yeganə yeri gəlmişkən o Kommunist qəzetində tarixində adamdır ki, teatrşünaslıq ixtisasını bitirən adam redaksiyanın istəyi ilə ora təyinat alıb gəlib. O vaxt rəhmətli Ağabbar Rızayev idi, Kommunist qəzetinin redaktoru. O İlham müəllim artıq 1 il, 2 il o qəzetlə əməkdaşlıq edirdi. Bu adamın elə bir qabiliyyətinə bələd idilər. Və deyib ki, onda da rəhmətli Rahib Hüseynov İncəsənət İnstitutunun, onda institut gedirdi də, rektor idi. Zəhmət olmasa bu oğlanın təyinatını verin bizim qəzetə. Görürsünüz necə qiymətləndirmə var idi. Və Kommunist qəzetində çıxan bir yazı böyük əks-səda doğururdu. Tamaşadan yazırdı, nazirlik bir-birinə dəyirdi. Əgər ciddi irad bildirirdisə, nəyə-nəsə bağlı nöqsanları qeyd edirdilərsə, mütləq onlar nəzərə alınırdı, aradan qaldırılırdı. Tamaşa haqqında. Onda ictimai baxışlar olurdu. İctimai baxışda da... İndi yoxdur təəssüf ki. Yox, ictimai baxış indi mən yoxdur deməzdim. Olur. Nazirlikdən gəlir. Çox dəvət edirlər. Bəli, haqlısınız. Mən çox getmişəm, keçmiş zaman dövrlərdə. Haqlısınız. 10-15 il əvvələ qədər belə şeylər var idi. İndi deyərdim səngiyib bu şeydə. Mütləq orada fikirlər dinlənilirdi. Sonra Bədii Şuranın yığıncağında da əməlli başlı müzakirə gedirdi. Mən şəxsən olmuşam akademik teatrın Bədii Şurasının icrasında rəhmətli Turabovun vaxtında, Həsən Turabovun. Tutaq ki, Bəxtiyar Vahabzadə adında sanda adamın sözünün üstündən görürün ki, kimsə razılaşmır, durur digər bir argumenti fikir bildirir. Amma indi bilirsiniz necə, hamı çox təəssüf ki, elə bil bir-birinin yanında pis olmaq istəmir. Hamı bildiyi halda ki, bu zəifdir, bu qüsurludur, onu demir. Niyə deyirsən, deyir o söz var ya, olursan pis adam. İndi hamı bu pis adam olmaqdan çəkindiyindən, adlı sanlı adamlar bugün tutaq ki, İlham Rəhimli kimi adam fikir versə elə tarixi mövzuda işləyir. Baxır görür ki, bir vaxt onun yarı yaşında, indiki yaşının yarısında dediyi, sözün keçdiyi bir halda bu günləri o adam sözü qəribçiliyə salınır. İndi ağsaqqal yaşında da o da istəmir ki, hörmətini itirsin. Gənclər də ayaq üstündə hələ tam dayana bilmirlər deyin. Bilirsiniz nə tər, onları vurub sıradan çıxartmağa nə var? Bütün qapılar üzlərinə bağlayırlar. Ya işsiz qoyurlar, ya qanırar ala bilmir, ya bu yerdən o söz var ya, qaçaq salırlar. O da fikirləşir ki, mən elə ondansa gedim, show biznesdən yazım, nə bilim bir sənətkardan bir bəhbəhlə nəsə yazım, dost qazanım özümə, münasibət qazanım və bu yoldan irəliləyim. Təəssüf ki, belədir. Sən səhv eləmirəmsə 87-ci ildən bu sahəni araşdırırsınız, bu sahə ilə bağlılığınız, yəni bağlılığınız başlayıbdır. Həm də ki 55 illiyinizdir bu il. Düzdür, özünüz dediniz ki, bu yubiley yaşı olmasa da, hər halda 2-5-in qoşa olmağı maraqlıdır. Bax, bu 55 ildə qısa da olsa istəyərdim, qazandıqlarınız, itirdikləriniz, ümumiyyətlə, bax, bu sahəyə həsr edədiyiniz ömrə görə heyfslənirsinizmi? Çünki çox zaman işsiz qaldınız, çox zaman kənarda qaldınız. Çox zaman bəzən yada salmadılar sizi. Bax, bütün bunlara rəğmən. Yox, yaşadığım ömrə görə ümumən peşmanlığım yoxdur. Ən azından yəni məhrumiyyətli, çatışmazlıqla dolu bir
mərhələsi olubsa da, amma ümumən götürəndə xatırlanacaq xoş şeylər çoxdur. Çünki biz bu ömrü, yəni Allah da şahiddir, Allahdan aşağı nə qədər bəndələr də bilir ki, çalışdıq adam kimi yaşayaq. Məndən birdən soruşurlar, nə qazandın? Deyirəm, mən qarşıma əgər əsas məqsəd qoyum, nəyə qoya bilərdim? Adam olum, adam kimi qalım. Buna nail olmuşam. Vəzifə elə şeydir ki, adam tutada bilər. Mən də ömrüm müəyyən hissəsində rəsmi vəzifədə də olmuşam. Üst-üstə 17 il özdə dövlət sektorunda da, Mədəniyyət Naziri şəbəkəsində müəssisə rəhbər işləmişəm üst-üstə. Bu az müddət deyil, bir gün deyil, bir ay deyil, bir il deyil. Amma fikirləşəndə bugün vəzifəm yoxdur, rəsmi vəzifəm yoxdur. Amma yenə də mənə sayırlar, müəyyən yerlərə də dəvət edirlər, fikrimi də soruşurlar, müəyyən bir əsərlə bağlı rəy istəyirlər. Niyə? Deməli, bizim fikrimiz, bizim deyəcəyimiz onlar üçün bir keçərlidir. Onlar üçün, nə bilim, əhəmiyyətlidir. Peşman deyiləm, amma bu yaş sözün açığı biraz, indi bu son 2-3 gündə düşünürəm bu barədə, biraz da üşəndirir məni. Çünki az yaş deyil. Baxıram, tarixə də nəzər salıram. Dünyanın bizim elə tariximizdə nə qədər adlı sanlı şəxsiyyətlər var ki, işte onlar bu qədər yaşamayıblar. Mən o fikirləşirəm ki, onlarla müqayisədə nə iş görmüşəm və bunların alınmamağında bilavasitə günah özümdədir, imkanım çatmayıb, istedadım yol verməyib, mühit, şərait, zaman imkan verməyib. Təbii ki, hamısı var. Mən heç kimi günahlandırma fikrində deyiləm, yəqin ki, özümüzdə də. Bəzən birdən bəxt naxış deyilən şey var da, mən yaşla bunu qəbul edirəm ki, gəncliyimdə çox şey var idi ki, ona adam biraz alınmayanda o söz var, biraz darılırdın, hisslənirdin ki, sanki bir addımlığında da əlini atıb götürə bilərsən, amma götürə bilmədin. İndi mən ona belə qəbul edirəm ki, bu mənim qismətim deyilmiş. Yaş həm də adama bir müdriklik verir də. Soruşurlar ki, cavan oğlan da filan kəs çox savadlıdır. Deyirəm, savadlı ola bilər, amma müdriklik, təcrübə yaşla gəlir. Mən etiraf edirəm ki, 30 il əvvəlki adam deyiləm, 30 il əvvəllə müqayisədə çox dəyişmişəm. Demirəm 30 il əvvəl çılğın idim. Heç vaxt elə çılğın olmamışam. Həmişə ədəb-ərkan gözləmişəm, böyük-kiçik yeri bilmişəm. İndi də yaşla təbii ki, o məşhur bir söz var Sədin, deyir, nəyi öyrəndin, nəyi bildin, deyir, həddimi bildim. Mən bütün həyatı boyu çalışmışam, həddimi, yerimi bilim. Son olaraq nə demək istəyirsiniz? Verilişimiz istəyərli tamaşaçılar yekunlaşmaq üzrədir. İstəyərdim bir Seymur bəyin son olaraq fikirlərini də öyrənmək. Nə demək istəyirsiniz? Allah arzular deyir, bitib tükənmir. Bizim də ürəyimizdə arzularımız çoxdur. Allah həm sağlam yaşamaq üçün bir möhlət versin, bir də özüm arzulayanda həmişə deyirəm ki, bəxt oyaqlığı. Bəxtimizi də oyaq eləsin ki, o dilədiyimiz şeyləri həyata keçirmək imkanımız olsun. Çünki mən özümdə o potensialı görürəm, bilirəm. Hər kəs bilir də nəyə qadirdir. Demirəm dahiyəm. Amma hər halda hara qədər imkanım var, onu aşağı-yuxarı bilirəm. İstəyərdim ki, onları xalqım, millətim, dövlətim üçün eləyim və bizdən sonra heç olmasa nişanə qalsın. Mən bu həyatı belə kəstirirəm, belə qəbul edirəm ki, dədəmdən, babamdan üzü bəri. Adam ölüb gedəndən sonra bu dünyadan ölüm haqdır da. İndi biz heç kim hazırlaşmır, amma heç kim də bilmir ki, bir saat sonra başına nə iş gələcək. Gərək xoş xatırlana və deyəcəklər ki, bu adam kişi kimi yaşadı, adam kimi yaşadı. Urvatda yaşadı. Mən həmişə bir dənə üşəndirən şey olub, mənə o olub ki, haqqımızda deməsinlər ki, bu nə belə urvatsız ömür sürdü. İnşallah ki, yəqin bu bizə nəsib olar. Hörmətli tamaşaçılar, verilişimiz başa çatdı. Yenə xatırladıram ki, qonağımız tanınmış sənət jurnalist, qələm adamı, elə bizim həmkarımız Seymur Elsəvər idi. Sağ olun, sağlıqla qalın.